Bəli, hörmətli izləyicilər, izləyənlər, izləyəcəklər. Bugün 25 noyabr 2025-ci ildir. Внимание, внимание! Говорит и показывает Aliyev İlqar. Diqqət, diqqət! Danışır Aliyev İlqar İsmailoğlu. Qadaruma, qadaruma. Haskanımız İlqar Əliyev. Nəysə, hörmətli izləyicilər, mən bugünə qədər danışmışam, danışıram, danışacağım da. Bildiyiniz kimi, mən neçə illərdir televiziya kanallarında gəzmişəm, göstərmişəm, demişəm, son olaraq getmişəm Sumqayıt şəhərinə, Dünya Televiziyasının üz-üzə verilişinə. Orada da təşəkkür edirəm Dünya TV'sinin rəhbəri Ramiz müəllimə. Üz-üzə verilişinin aparıcısı Könül xanıma, onun əməkdaşlarına, kollektivlərinə qarşısında baş əydim. Deməyim odur ki, hörmətli məni dinləyənlər dinləyəcəklər. Eşidin, bilin. Bu qandonlar, bu prostitutkalar Aslanov isə Müzəffəroğlu, anasının bağışçının, kızının arvadının lifçiyini reklam edən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Aslanov isə başda olmaqla Xəzər Dəniz Gəmisçilik İdarəsinin əməkdaşı Mansurov Tofiq, bunun dayısı qızının Amalya'nın əri Tofiq olmaqla bu qandon arvadının qızının anasının başını tutup liftçilerini, tumanlı, iştanlı, torsuğunu reklam edən Göygöl rayon Qarabulaq kəndicilər nümayəndəsi Etibar Petuh, Qandon, Vafyor, Soskəmən, qilləri sasat eləyən, xuyu sasat eləyən. Bu Hənifə qızlarının, arvadının namusunu satan, qızlarla cins əlaqədə olan Hənifə göt oğlu, göt qandon oğlu. Qudası nəhlətləmə Eldar. Görbagör Eldar, o da qızlarından cinsi də əlaqədə olan Görbagör Eldar. Hənifə Petuh. Burada da hamısı bir yerdədirlər. Şəkillərini çəkmişəm, şəkillərini tuturum. Bu Petuh Paris səni lütdədilər. Dalına da soxdular. Ağzına da lütdən zincirlə bağladılar. Üstüne de siydiler. Petuh, qızlarını, gəlinlərinin, anasının, arvadının, bacılarının namusunu, lifçiyini hərraca qoyan və Baresin oğlu, göt Zabir. Bunlar və bu göt, bu Petuh qandon meydi. Vafyor, Soskəmən, kişilərin soskasını əmənlər. Bunun qardaşı bu Petuh, bu yaramaz nəşəxor, narkoman, silahla məni öldürməyə gələnlər. Darıxmayın, demişəm, deyirəm də. Və bu tryapka, bu cındır, özünü Vəfa Qeyri-Hökumət Təşkilatının sədri kimi təqdim edən, televiziya kanallarında ekspert kimi çıxış edən, bunun bu yanındakı bu qeypələr də, soskəmənlər də, Bakının küçələrində, zibilxanalarında sülənənlər, bu Fatma özünü təqdim edir ki, bu Fatma baş nazirin mavinidir, prezidentin də müşaviridir. Bunlar sözümün canı sadaladığım, göstərdiyim və göstərə bilmədiyim bey qıriyyatlar, bey namuslarını hərraca qoyanlar, ana bacılarının, qız gəlinlərinin hamısının başını tutup liftçilərini reklam edənlər bu Fatmaya 80.000 euro rüşvət vermişdilər. Bəli, bu qeypiyə 80.000 euro rüşvət vermişdilər. Sual olunur, hardan 80.000 euro? Bəli, mən İlqarın baba qeyd etmişəm, edirəm də. Bu evimi Göygöl rayonunun Kuşçu kəndindəki bu evimi mən qızıl tapmışdım. Bir ədəd qızıl samavar, 4 kilo çəkisində, 2 ədəd qızıl kəmər, bir ədəd qızıl çini, bir ədəd də qızıl kəsa. Həmin qızılları, bu petuhlar, bu qandonlar, bu ana bacılarının lifçiyini, iştanını,
plavklarını reklam edenler baba bu beygiriyatlar, bu beynamızlar. Satıp bu Fatma'ya, bu Geypi'ye, bu Emen'e, bu Huy Emen'e, bu Killer Emen'e, Sikkemen Fatma'ya verdiler. Fatma da benden adavet yapardı. Ben de bu Fatma'yı da bunları da dinceltmişim, dincelttim, vermişim. Fatma sen deyirsən ki, danışırsan ki, mən İlqar bacılarımı söymüşəm. Yaxşı bu kimin əlindən gəlib. Mənim bacılarıma qeypə. Səni kimi qeypənin biri də mənim bacılarımdır. Mənim bacılarım mənim dədəmi niyə öldürdü qeypə onu soruş. Burana yerləşdirin Fatma. Səni sikən kimindir qeypə Fatma? Qaçıb gedibsən. İndi bu Fatma həmin o göstərdiyim adamlardan 80 bin euroyu aldı. İndi də qaçıb gedib xaricdədir. Yeri yurdu bilinmir. Qeyd etdiyim səbəblərə görə. Köylü xanımın canı sağ olsun. Dünya TV'sinin rəhbərliyi sağ olsun. Üzrə verilişinin rəhbəri sağ olsun. Ekspertlər sağ olsun ki, bunun burasını elə gerdirmişəm. Harada seçdirirsən? Qeyb Azərbaycanda seçdirdin. Doyanmadığın da xaricə gedibsə. Niyə? Çiğdiyi gür adamsansa da, düzgün adamsansa da, sənin danışıqların yalan döysə də, şəhər böyütən döysə də, bax buranı yerləşdirəcəm ha qeybi. Hökumət yerdirəcək buranı. Sən deyirsən baş nazir, baş nazir də, baş nazirin əməkdaşları da, kollektivləri də, prezident də, prezident aparatının bütün kişiləri də, Azərbaycanın kişiləri də səni buranı yerdirəcək, eləcə də bunları. Qaçı var gizlənibsən, əvvəlcə kimi gizlənir. Burada qaçdın getdik, televiziya kanallarında mən haqqımı, hukumu istəyirəm, ha qeypə. Sikəmən qeypə Fatma, banduruşa Fatma, pozğun Fatma. Yalan deyirəm. Boşamışam, yaxşı sikimin əlindən gəlib boşamışam. Səni kimi qeypələri boşamaq lazımdır. Səni kimi praktikaları boşamaq lazımdır. Mən də sənin ərin kimi beygiriyyət beynamış deyiləm ki, səni kimi qeypi sikəməni saxlayam. Eşitdin mi? Yaxşı sikimin əlindən gəlib boşamışam. Əcəb eləyib boşamışam. Səni boşamışam ha qeypə. Sənin bacılarını boşamışam ha qeypə Fatma. Sənin qızlarını boşamışam. Sənin əmin qızlarını, dağın qızlarını, xalan qızlarını, maman qızlarını boşamışam ha burana gerdirəcəklər. Qaçıb gizlənmə, gəl çıx ortaya. Gəl çıx ortaya deyilən sübuta yetir görün mən. Sən Fatma deyirsən ki, mən yalan danışıram, şər danışıram. Mən də mənim balalarım ruhu xəstə kağız çıxardıbsan. Ha burana girdirib. Sikəmən qeypə gətir ver. Sən qeypə mən bunların hamınız. Hamınızın varınızı, yoxunuzu, maydanınızı sikəcəm. Lipstiklərinizin içinə, torumlu lipstiklərinizin, spermalı lipstiklərinizin içinə tökəcəm. Və Azərbaycan tökəcək, hökumət tökəcək. Mənlə mənim balalarımın adına ölüm axı çıxartırsan qeypə. Mənlə mənim balalarımın adına ruhu xəstə çıxartırsan qeypə. Sən deyirsən ki, mən kiminsə də adına kredit götürmüşüm. Burana girdirsinlər. Burana köysünlər, tökürlər olsun da. Azərbaycanda hamı xəstəliyə tutuldu. Sən spis xəstəsisən. Sən tripirxsən, sən siflis xəstəsən qeypə. İndi gelsən xaricə gedərsən. Çıx orada sikim sənin qanın qarışığı qeypə. Qaçıb hamınız orada burada sikəmib gizlənməyin. Gəlin ortaya çıxın. Vermişəm hökumətə, mehribanın qəbuluna düşdüm. Dünən birinci gün idi. 24'ünde 24 noyabr 2025 ildə mehribanın qəbuluna düşmüşəm. Sikim qeypə sikəmənlərinizin ağzına torumlar, spermalar tökülsün. Qaçıb gizlənməyin. Sikəcəm onsuz da sizi sikəcəm. Eləcə də o bəyək, bari səni də. Sənin oğlunu qeypə zabidinə sikimin başıdır. Erşən səni də. Buradan götürüb oraya zəng eləyirlər gənə. Arvatlarınızı sikib lifçiyə almamışam. Arvatlarınızı, qızlarınızı, gəlinlərinizi, ananızı, bacınızı qarif, rahat lifçiyə almamışam. Tuçuk almamışam, pullarını verməmişəm. Vermişəm axı. Qeyrətiniz varsa da, kişiliğiniz varsa da verilişdə dedim. Qeypən nəkdə oldular. Adınızı çəkib, adınızı sikim. Adınızla danışın məni kimi. Üzə çıxın. Şişdan tuman tursik altında gizlənməyin. Fatma, sən də qaçıb xaricdə gizlənmə. Sana əmizdirəcəklər, hökumət əmizdirəcək. Hələlik bu qədər, sonra da yenə danışacağım. Diqqətinizə görə çox